Bəlkə də yadınızdadır, uşaq vaxtı keçmişdi, küləklə günəşin mübahisəli metaforası, hansı ki orada külək nə qədər sərt əsdisə əssin, insan əynindəki üst geyimi çıxarda bilmədi. Əksinə insan iki əlli sarıldı ki, bu üst geyimi əynində qalsın deyə. Amma günəş istiliyini bir qədər artıran kimi insan əynindən paltonu özü çıxartdı. Bu metaforanı insan həyatında axtarsaq, baxarıq ki, külək aqressiyanı, qorxunu, şiddəti, ağrını təmsil edir, amma günəş sevgini və həzzi təmsil edir. Bir insan münasibətdə aqressiya görürsə, nə baş verir? Avtomatik olaraq onun beynində müdafiə mexanizmi işə düşür. Mən təhlükədəyəm və qorunmalıyam düşüncəsi yaranır. Aqressiya göstərəndən qaçmağa, uzaqlaşmağa başlayır, aralarındakı güvən bağı itir. Bir münasibətdə sevgi varsa, orada güvən var, orada empatiya var, təhlükəsiz mühit var və qorunmağa ehtiyac yoxdur. Bəlkə də sən bir insanı aqressiya ilə hansısa bir yola gətirə bilərsən, amma onun bu yolda qalması qeyri-mümkündür. Psixologiyada belə bir deyim var, həzz möhkəmləndirir, ağrı isə silir.